Düşünürəm ki, bu reseptdən sonra hər kəs ideal bulkalar hazırlayacaq. Bir neçə püf nöqtəsi var ki, indi sizə izah edəcəm. Öncə mayanı hazırlayaq. 200 ml ilıq suya 1 yemək qaşığı maya, 1 yemək qaşığı şəkər tozu və 1 yemək qaşığı un töküb qarışdırırıq. Maya aktivləşsin. Xəmiri yoğurmağa başlayırıq. 200 ml süd, 200 ml ilıq su, 3 yumurtanın ağı, duz, 1 stəkan şəkər tozu, 1 stəkan duru yağ və mayamızı əlavə edirik. Az-az un tökərək xəmirimizi yoğururuq. Budur xəmirimiz özünə gəlib. Havasını alırıq. İnanılmaz gözəl xəmir alınıb. Xəmiri hissələrə ayırıb kündələyirik. Kündələri biraz gözlədirik ki, özünə gəlsin. Başlayaq. Kündəmizi uzunsov şəkildə yayırıq. İçərisinə gavalı cemi sürtürük. Və kişmiş qoyuruq. Baxın, bu formada bükürük. Üstündən əlimizlə basırıq və bu formada qatlayırıq. Üzərinə yumurta sarısı çəkirik. Qayçı ilə kənarlarına naxış vururuq ki, gözəl görünsün. Qızım Sofya da maraqla izləyir. Və nəhayət, üzərinə umaç səpib bişməyə göndəririk. Bəh, bəh, bəh! İnanılmaz gözəl qoxusu var. Bulkalarımız hazırdır. Çox dadlı görünürlər. Baxın, necə də yumuşaqdılar. Siz də sınayın. Gələn videolarla görüşənədək abunə olun ki, yeni reseptlərdən xəbəriniz olsun. Hələlik!